vəziyyəti, kənd təsərrüfatı. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycan iqtisadiyyatı Rusiya sənayesinin xammal və yanacaq tələbatının ödənilməsi məqsədinə tabe edilmişdi. Artıq Bakı şəhəri nəinki Rusiyanın, bütün dünyanın neft sənayesi mərkəzinə çevrilmişdi. Ümumiyyətlə, Azərbaycan neft sənayesi inkişaf sürətinə və məhsul istehsalına görə dünyada birinci yerə çıxmışdı. Demək, 20-ci əsrin əvvəllərində inkişaf sürətinə görə birinci yerə çıxan şəhər Bakı olmuşdu. 1900-1903-cü illərdə dünyada iqtisadi böhran baş verdi. Dünyada baş vermiş iqtisadi böhran Azərbaycanın neft sənayesinin bütün sahələrinə və dağ-mədən sənayesinə mənfi təsir göstərmişdi. Qazma işləri, neft hasilatı, emalı kəskin şəkildə aşağı düşmüşdü. Böhran nəticəsində xırda və orta müəssisələrin iflasa uğraması neft sənayesində istehsalın təmərküzləşməsi prosesini sürətləndirmişdi. Bu 2023-də qəbula düşmüş DİM sualı olmuşdu, qəbul sualı olmuşdu. Deməli, 20-ci əsrin əvvəllərinə aid olanı göstərin soruşmuşdu və yaxud da ki 19-cu əsrə aid deyil, belə idi. Deməli, 20-ci əsrin əvvəllərində istehsal təmərküzləşibdi. Təmərküzləşmə nədir? İstehsalın iri müəssisədə cəmlənməsi. Yəni, bir istehsal təmərküzləşirsə, həmin istehsal bir iri müəssisənin ixtiyarına keçir. Xırda-xırda müəssisələr bağlanır, bir iri müəssisədə birləşirlər. Deməli, istehsalın təmərküzləşməsi prosesi sürətlənir 20-ci əsrin əvvəlində. Belə ki, Bakıda neftin çıxarılması, emal edilməsi, daşınması, satışı bir neçə böyük neft şirkətinin, yəni İnsarların əlində cəmləşir. Demək, İnsar nədir? Böyük bir şirkət. İnsar, yəni bir neçə bir şirkətin birliyi İnsardır. Artıq neftin satışıdır, emalıdır, daşınmasıdır. Bunlar hamısı bir İnsarın əlində cəmləşir. Böhrana baxmayaraq, neft sənayesinə xarici kapital qoyuluşu artmaqdaydı. Lakin əlavə xərc tələb elədiyi üçün texniki yeniliklərin tətbiqi məhdud idi. Bu isə Bakı neft sənayesinin tənəzzülünün səbəblərindən biri idi. Rusiya-Yapon müharibəsi və 1905-7-ci illər inqilabı böhrandan sonra gözlənilən canlanmaya imkan vermədi. Ona görə də dünya iqtisadi böhrandan sonra Rusiya iqtisadiyyatına durğunluq oldu. Bir qədər sonra Rusiya sənayesində canlanma yaransa da, Bakının neft sənayesinə o qədər də təsir göstərmədi. Demək, neft sənayesində durğunluğun əsas səbəbləri nələrdir? Buna diqqət edirik mütləq şəkildə. Yeni geoloji, kəşfiyyat işlərinin aparılmaması, qabaqcıl texnologiyalardan çox az istifadə olunması, neftin yalnız az hissəsinin elektrik enerjisi, böyük hissəsinin isə köhnə buxar mühərriklərinin gücü ilə çıxarılması, neft emalının köhnə üsullarla aparılması, sahibkarların qiymətləri artırmaq üçün süni şəkildə istehsalı azaltması. Nəticədə görürük ki, Bakı dünya neft istehsalında birinciliyi itirdi və bu sahədə ABŞ birinci yerə çıxdı. Demək, Bakı itirdi, ABŞ birinci yerə çıxdı. 20-ci əsrin əvvəllərində kapitalist münasibətləri yalnız Bakıda və neft sənayesindən deyil, qəzalarda və digər sənaye sahələrində də inkişaf edirdi. Digər sənaye sahələrində texniki yeniliklərin tətbiq olunması istehsalın inkişafını sürətləndirmişdi. Qəzaların da iqtisadi həyatından yan keçməyən böhran əlvan metallurgiya sənayesinə mənfi təsir göstərmiş, mis filizi çıxarılması azalmışdı. Demək, əlvan metallurgiyada pis təsir göstəribdi böhran, mis filizi çıxarılması azalıbdı. Moskvada mis saflaşdırma zavodu tikildiyindən 1906-cı ildə Qalakənd zavodu bağlanmışdı. Demək, Qalakənd zavodu nə vaxt bağlanıb? 1906-cı ildə. Niyə bağlanıbdı? Çünki Moskvada mis saflaşdırma zavodu tikilibdi. Siemens qardaşları şirkətinə məxsus gədə və mis mədənlərində texniki yeniliklər tətbiq olunmuş, elektrik enerjisi ağır əl əməyini əvəz eləmişdi. Demək, hansı ki, gədə və mis mədənlər var idi, ora Siemens qardaşları şirkətinə məxsus idi. Orada yeniliklər tətbiq olunubdu, elektrik enerjisi ağır əl əməyini əvəz edibdi. Bu məqsədlə də Qalakənd çayı üzərində su elektrik stansiyası tikilmişdi, OTK sınağına düşmüşdü. Biri var Qalakənd mis saflaşdırma zavodu, Qalakənd mis saflaşdırma 1883-dür. Amma Qalakənd çayı üzərində su elektrik stansiyası 20-ci əsrin əvvəllərindədir. Bu, Azərbaycan qəzalarında yaradılmış ilk su elektrik stansiyası idi. Həmin dövrdə Şimali Azərbaycanın əlvan metallurgiya sənayesində insarlaşma prosesi gedirdi. Demək, insarlaşma həm də əlvan metallurgiyada da gedirdi.
İqtisadi böhran yüngül və yeyinti sənaye sahələrinə də ciddi təsir göstərmişdi. Azərbaycan ipək, yüngül sənayedir və pamıq təmizləmə sənayesində kapitalın böyük hissəsi milli burjuaziyaya məxsusdur. Demək, ipəklə pamıq təmizləmədə, yəni yüngül və yeyinti sənayesində kapital daha çox kimə məxsusuydu? Milli burjuaziyaya məxsusuydu. Yəni bizimkilərə, özümüzünkilərə məxsusuydu. Cənubi Qafqazda olan pambıq parça fabriklərinin əksəriyyəti Azərbaycanlı sahibkarlar tərəfindən açılmışdı. Balıqçılıq və balıq emalı sənayesində də üstünlük milli sahibkarların əlindədir və yeyintidir, yüngül sənayedir, milli kapital, yəni özümüzünkülər, Azərbaycanlıların əlindədir. Balıqçılıq da daxil olmaqla Azərbaycan yeyinti sənayesi kapital qoyuluşunun həcminə, məhsul istehsalının dəyərinə, fəhlələrin sayına görə neft sənayesindən sonra ikinci yer tuturdu. 20-ci əsrin əvvəllərində milli sahibkarların hüquqları məhdud idi. İstehsal sahələrində Azərbaycanlıların sahibkarlıq fəaliyyətinə əngəllər törədilirdi. Onların şəhər özünü idarə etmə orqanlarında təmsil olunması məhdudlaşdırılmışdı. Kapitalist sənaye istehsalının sürətli inkişafı şəhər əhalisinin artmasına səbəb oldu. Bakı şəhərinin sürətlə artan əhalisinin içməli su ilə təchiz olunması üçün çox çətin bir problemə çevrilmişdi. 1917-ci ildə Tağıyev böyük yardımı ilə Bakıya çəkilən Şollar su kəməri istifadəyə verildi. 1917 Şollar su kəməridir. Bunu tərsinə çevirsək, 71 eləsək, onda da Kürdən Bakıya su kəməri çəkilibdir. Bakı Şəhər Dumasında şəhərin su təchizatı ilə bağlı bir neçə layihə müzakirə çıxarılmışdı. Dəniz suyunun duzdan təmizlənib içməli suya çevrilməsi, Bakıya Kür çayından su kəmərinin çəkilməsi ki, hansı ki, 1971-də olacaq. Bakının kəndlərinə qazılacaq quyulardan toplanan suyun şəhərə gətirilməsi, Şollar Bakı su kəmərinin çəkilməsi, Dumanın Rus və erməni üzvləri daha ucuz başa gəlmək üçün Kür çayından su kəməri çəkilməsini təklif edirdilər. Ancaq Duma üzvü olan görkəmli xeyriyyətçi Zeynalabdin Tağıyev Tiflis şəhərinin əhalisinin bir hissəsinin vərəm xəstəsi olmasını və şəhərin bütün kanalizasiya sularının Kür çayına axıdılmasına əsas gətirərək Şollar su kəməri layihəsi haqqında yekun qərarın qəbul edilməsinə nail oldu. Kənd təsərrüfatından danışaq. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda kənd təsərrüfatında problemlərlə yanaşı müəyyən irəliləyiş olmuşdu. Əknə yararlı torpaqların yarıdan çoxunda buğda, arpa, düyü əkilirdi. Bütün Cənubi Qafqazda istehsal olunan çəltik məhsulunun əksəriyyəti Şimali Azərbaycanda becərilirdi. Toxuculuq sənayesinin inkişafı nəticəsində Şimali Azərbaycanda pambıq əkin sahələri artmışdı. Pambıqçılıqda qismən maşın və traktorlardan istifadə olunurdu. Cənubi Qafqazda becərilən barımanın çoxunu Şimali Azərbaycan verirdi. Əldə olunan barama məhsullarının bir hissəsi yerli fabriklərdə emal edilir, bir hissəsi isə xarici ölkələrə ixrac olunurdu. Kənd təsərrüfatına kapitalizmin inkişafı təkmil alətlərin tətbiqinə təkan verirdi. Lakin yeni texnika, maşınla təminat aşağı səviyyədə idi. Çünki ölkədə kənd təsərrüfatı maşınları istehsal olunmurdu. Onların xaricdən gətirilməsi baha başa gəlirdi. Kənd təsərrüfatı texnikasını yalnız mülkədarlar, varlı kəndli kimdir? Qolçamaqlar satın ala bilirdilər. Şimali Azərbaycanda kənd təsərrüfatının inkişafına mane olan əsas amillərdən biri torpaq azlığı idi. Buna baxmayaraq çarizmin köçürmə siyasəti davam etdirilirdi. Baxın, torpaq azdır, amma yenə də köçürmə davam etdirilir. Bu siyasət Rusiyanın mərkəzi quberniyalarında aqrar məsələni həll etməklə yanaşı, müstəmləkələrdə Rus əhalisinin sayını artırmaq məqsədi daşıyırdı. Ruslar əsasən Cənubi Azərbaycanla sərhəd bölgələrdə məskunlaşdırılırdı. Köçürmək üçün münbit torpaqlar seçilirdi. Hökumət müxtəlif bəhanələr altında yerli əhalinin torpaqlarını onların əlindən alırdı. Hakimiyyət orqanları tərəfindən öz doğma torpaqlarını tərk etməyə məcbur olan əhali çox vaxt yaşamaq üçün əlverişli olmayan ərazilərdə məskunlaşırdı. Bu isə onların xəstələnməsinə, məhvinə səbəb olurdu. Burada da Şimali Azərbaycan köçürülən Rus ailəsi təsvir olunubdur. Prokudinin Gorski çəkibdir. Baxın, diqqət edin, köçürülmə bir çox illərdə olubdur və davam elətdirilibdir. Yəni, məsəl üçün biz Türkmənçaydan bu yana köçürülmə öyrənirik, Pyotrun vaxtından bu yana köçürülmə öyrənirik. Deməli, köçürülmə tək bir dövrdə olmayıb da davam elətdirilibdir. 20-ci əsrin əvvəllərində də Rus ailələri köçürülübdür. Hansı ki, biz öyrəndik, 1830-19-cu əsrdə Rus ailələri köçürüldü Nikolayın fərmanla. İndi 20-ci əsrin əvvəllərində də yenə də Rusların köçürülməsi davam elətdirilir, yəni dayanmayıbdır. Bakı quberniyasına köçürən Rus kəndliləri üçün çoxlu yararlı torpaq sahələri ayrılmışdı. Halbuki elə həmin quberniyada torpaqsız yerli kəndli ailələrin sayı çox idi. Gör nə qədər torpaqsız yerli kəndlimiz var, buna baxmayaraq hələ bir Rus ailələri köçürürlər. Muğanda, Mildə 2000-dən çox Azərbaycanlı kəndli ailəsi öz ata-baba yurdundan qovulmuş, torpaqları əlindən alıb Rus gəlmələrinə verilmişdi. Rusiyada müxtəlif vaxtlarda Muğana köçürülmüş Rus əhalisinin yaşaması üçün kəndlər salınmışdı. Yerli haldən qorunmaq üçün dövlət Rus kəndlərinə silah paylamışdı. Köçürmə siyasəti etnik münaqişə yaranmasına, yerli əhalinin narazılığının artmasına səbəb olurdu.
20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda bütün torpaqların 70% qədəri dövlətin mülkiyyətində idi. Kəndlərin əksəriyyəti dövlət torpaqlarında yaşayırdı. Lakin Çar hökuməti dövlət kəndlərinin torpaq münasibətlərinin nizamlanmasına çox gec başladı. 1900-cü ildə verilmiş Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanuna əsasən Rus hökuməti bu sahədə ilk addım ataraq dövlət kəndlərinə icma torpaqlarından nəsli istifadə hüququ verdi. Bura diqqət edin. Bu qanunun mahiyyəti nədir? Deməli, qanun 1900-cü ildə verilibdir. Cənubi Qafqaza dövlət kəndlərinə baxın. 1870-ci il islahatı 46, 47 islahatların heç biri dövlət kəndlərinə aid olunmamışdı. Dövlət kəndlərinə bir dənə bu islahata aid olunubdu. Deməli, buna qədər olan islahatların hamısında dövlət kəndisi olsa səhvdir. Onlar sahibkar kəndisi idi. Amma 1900-cü ildə islahat dövlət kəndlərinin torpaq quruluşu haqqındaydı və qanuna əsasən Rus hökuməti bu sahədə ilk addım ataraq dövlət kəndlərinə icma torpaqlarından nəsli istifadə hüququ verdi. Demək, dövlət kəndlərinə icma torpaqlarından nəsli istifadə hüququ nə vaxt verildi? 1900-cü ildə verildi. Və bu qanuna uyğun olaraq 1903-cü ildə də əsasnamə qəbul olundu. Qanun 1900-dür, əsasnamə 1903-cü ildədir. 1903-cü il əsasnaməsində müəyyən edildi. Kəndlərin nəsli istifadəsinə keçəcək torpaqların sərhədləri, kəndlərə əlavə pay torpağının verilməsi, çəmən otlaq meşələrdən pay ayrılması. Lakin qanun və əsasnamə dövlət kəndində torpaq məsələsini axıra qədər həll eləmədi. Kəndlərin istifadəsində olan pay torpaqları əsasən dövlətin mülkiyyətində qaldı. Torpaqların vaxtaşırı icma üzvləri arasında bölüşdürülməsi qaydasının ləğv edilməsindən istifadə edən qolçamaqlar icmanın yararlı torpaqlarının bir hissəsini ələ keçirdilər. Bu isə dövlət kəndləri arasında təbəqələşmənin güclənməsinə təkan verdi. Mahiyyətə baxın, kəndliyə deyir ki, sənə əlavə pay torpağı verirəm. Çəməndir, otlaqdır, meşədir, buradan da sənə pay ayırıram. Aha, kəndli də bir anlıq sevinir ki, nə qəşəng. Amma onun istifadəsi olan pay torpaqları yəni buna verilir desə də dövlətin mülkiyyətində qalır. Yəni yenə də sahibkar kim olur? Dövlət. Torpaqlar da vaxtaşırı icma üzvləri arasında bölüşdürülür. Bu sənin olsun, bu sənin olsun. Belə deyək də. Bu vaxtaşırı bölüşdürülmə qaydası ki var idi. Həmin qayda indi ləğv olunur. Bu qayda ləğv olunur. Bunu da istifadə edən kimdir? Qolçamaq, yəni iri mülkədar. O da götürür, nə edir? İcmanın yararlı torpağı ki var, həmin torpağın bir hissəsini ələ keçirir. Bu da dövlət kəndlər arasında təbəqələşmənin güclənməyinə təkan verir. Yəni kimin ki pulu var, o yaxşı münbit yerləri ələ keçirir. Təbii ki, münbit yerdə də gəlir çox olur deyə təbəqələşmə güclənir. Yəni o varlanır, o birisi kasıb qalır. Şimali Azərbaycanın sahibkar kəndlərinə aid olan 1870-ci il kəndli islahatı yarımçıq qalmışdı. O dedik ki, 70-ci il islahatları var idi, sahibkar kəndlisinə aid olunan burjuva xarakteri daşıyan deməli, 70-ci il kəndli islahatı yarımçıq qalmışdı. Kəndlər feodal asıldan azad olsalar da, onların çoxu pay torpaqlarını satın alaraq öz mülkiyyətinə çevirə bilməmişdi. Dedik, 70-ci il islahatına əsasən kəndli feodal asıllığına azad olurdu. Amma onlara elə bu torpağı almaq hüququ verir, amma almaq üçün pul yardımı eləmir deyə kəndli çoxu pay torpağını öz mülkiyyətini çevirə bilməmişdi. Ona görə yarımçıq qalmışdı. Buna görə də pay torpağını satın ala bilməyən sahibkar kəndliləri islahatdan əvvəlki vergi mükəlləfiyyətləri sahibkara ödəməyə məcbur idilər. Yəni bunlar hələ də torpağını alıb öz mülkiyyətinə çevirə bilməyib deyə yenə də sahibkara vergi mükəlləfiyyəti ödəməyə məcbur idilər. Onlar torpağı satın alana qədər müvəqqəti mükəlləfiyyəti sayılırdılar 70-ci il islahatından. Çünki hələ də müvəqqəti olaraq mükəlləfiyyətlidir də, bunları ödəməlidir, vergi mükəlləfiyyəti ödəməlidir. Çar hökuməti torpaq məsələsini tam həll etmək üçün uzun müzakirələr nəticəsində yeni qanun layihəsi hazırladı ki, bu məsələni tamamilə həll eləsin, yeni qanun layihəsi verdi. Baxın, 1900-1903 olan dövlətdir, amma qalan hamısı sahibkardır. İndi yeni qanun layihəsi də 70 o sahibkara verilən islahat yarımçıq qalmışdı deyə indi onu tamamlamaq üçün verir. 1912-ci il tarixli Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında qanuna görə 1913-cü il yanvarın 1-dən Şimali Azərbaycanın sahibkar kəndləri mükəlləfiyyət daşımaqdan azad edilməli, sahibkar kəndləri xüsusi mülkiyyət elan olunmuş pay torpağını məcburi şəkildə satın almalı. Hansı ki, bayaq pulu yox idi deyə alanmırdı, indi məcburi almalıdır. Əkinçilik üçün yararsız olan torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçməli. Pay torpaqlarında salınmış bağ yerlərinin əvəzinə pul ödənilməməli. Baxın, pay torpaqlarında salınmış bağ yerləri ki var idi. Onun əvəzində pul ödənilməməli idi. Kəndli çəmən, otlaq, meşə sahələrini satın ala bilməməli.
Su arxları mülkədarların xüsusi mülkiyyəti hesab edilməli. Su arxı kəndliyə keçmir, axı su arxları mülkədarda qalır. Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən almalı. Mülkədar torpaq üçün tutan əvəz haqqını dövlətdən almalıdır. Kəndli isə həmin pulu faizlə müəyyən müddət ərzində dövlətə qaytarmalı idi. Bir dənə mahiyyətə baxın. Elə bir kəndliyə 1870-də deyir ki, sən torpağını satın ala bilərsən. Əgər pulun var, torpağını al, mülkədarın tabeyindən çıx. Bu sahibkar kəndisi daxı. Mülkədarın torpağında yaşayır, mülkədara vergi verir, mükəlləfiyyət verir, bezib tam mülkədarın əlindən. Məsələn, 100 kilo məhsul əldə edirsə, bunun 60 kilosunu mülkədara verir, bezib ta onun əlindən. İndi kəndliyə 70-də islahat keçirdir sahibkar kəndisinə. Hansı ki, sahibkar daha az idi, amma dövlət kəndisi çox idi. Dövlət kəndisinə eləmir, amma sahibkara islahat keçirdir. Deyir ki, sahibkar kəndisinə pulun varsa, torpağını al, mülkədarın tabeliyindən çıx. Kənddə sevinir. Amma 70-ci islahatında pulu olmayan kəndli nətər alsın? Ala bilmir. Yəni bir neçə kəndli tutan pul olanlar alıb mülkədarın tabeyindən çıxır, çevrilirlər, qol çomaq olurlar, qolu çomaqlı. Yəni varlı kəndliyə çevrilirlər. Amma pulu olmayan ala bilmir, yenə də mülkədarın tabeliyində qalır. Ona görə deyirik müvəqqəti mükəlləfiyyətli qalır. Yəni müvəqqəti olaraq mükəlləfiyyət daşıyır. İndi 1912-də təzə qanun verir və deyir ki, torpaqlar məcburi satın alınmalıdır. Hansı ki, 1870-də deyirdi ki, torpağını satın ala bilərsən. İndi məcburi satın almalısan. 70-də tutan verdi qərarı, pulu olmayan alanmadı. İndi məcburi almalısan deyə. Pulun oldu, olmadı almalısan. Və mənim pulum yoxdur, nətər alım? Demək, nətər alacam? Mən indi mülkədar satır bu torpağı, mən də məcbur almalıyam. Gedirəm mülkədara, torpağı alanda gedirik bir yerdə mülkədarla banca, belə düşünün. Bankdan mən dövlətdən pulu çəkirəm, mülkədarın pulunu verirəm. Yəni mülkədara borclu qalmıram. Bir növ ipoteka. Elə bir mülkədara borclu qalmıram, mülkədarın pulunu alır. Amma kim verir pulu? Dövlətdən alıb verirəm. İndi mən mülkədarın tabeyindən çıxıram. Çünki torpağı özüm almış olam. Torpaq tam mənimdir. Amma mən kimə borclanıram? Dövlətə borclanıram. Kredi sistemi, ipoteka sistemi. Məsələn, 20 il müddətinə evi alıram, ev mənimdir, falan kəsin pulunu verirəm. Məsələn, odur ki, onun pulunu verdim, ev yiyəsinin pulunu verdim. Amma pulu hardan çəkmişəm? Dövlətdən borc çəkmişəm. Hər ay o dövlətə pulu qaytarmalıyam mı? Qaytarmalıyam. Bax, həmin məsələ. Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırlar. Kəndli də həmin pulu faizlə müəyyən müddət əvəzə dövlətə qaytarmalıdır. 1913-cü ildə verilmiş qanuna görə Zaqatala dairəsinin, Zaqatala burada dairədir, sahibkar kəndləri feodal asıllığından azad edilirlər. Hansı ki, deyək, 70-ci il islahatları 1863-də Zaqatalada üsyan qalxmışdı deyə 70-ci il islahatları ona aid olunmamışdı. İndi həmin Zaqatala dairəsinin nə vaxt aid olundu? 1913-cü ildə aid olundu. Onlar da feodal asıllığından azad olundular. Dövlətin torpaq sahiblərinə bir dəfəlik ödədiyi pulu kəndli 20 ilə dövlət xəzinəsinə qaytarmalı idi. 1912-13-cü illər aqrar qanunları ləng həyata keçirilirdi. Sahibkar kəndlərini faktiki olaraq dövlətə borclu vəziyyətə salmışdı. Buna baxmayaraq, Azərbaycan kəndində fermer təsərrüfatlarının yaradılması üçün müəyyən iqtisadi şərait təmin olunmuşdu. Nəticədə kənddə ictimai təbəqələşmə güclənmiş, kapitalizmin inkişafı sürətlənmişdi. Baxın, 70-ci il islahatlarda kapitalizmin inkişafına şərait yaratmışdı. Təbəqələşməni gücləndirmişdi. Elə 1913 islahatı da təbəqələşməni gücləndirmiş, kapitalizmin inkişafına şərait yaratmışdı.